Salam, hörmətli izləyicilər. Bugün sizə keçən dəfəki hekayənin ardını danışmaq istəyirəm. Varlı adam, kasıb adam. Hekayəni danışmazdan əvvəl bir haşiyə çıxmaq istəyirəm. Bu videonun əvvəlki videoya baxmaq üçün, baxmayanlar üçün xatırladıram və təbii ki, bilməyənlər üçün. Bilənlər üçün də bir xatırlatma olsun inşallah. Yəni, bu videodan əvvəlki videoya baxmayanlar mənim kanalımın üzərinə, Uğur Vətən sözünün üzərinə klik eləyərək mənim kanalıma daxil olur və orada videolar bölümü var. Videolar bölməsinin üzərinə klik eləyərək mənim bütün videolarımı orada görə bilərsiniz və hər hansı bir videonu oradan izləyə bilərsiniz. Beləliklə, başlayaq. 5-ci fəsil. Adəm pul qəbzini dəyişir. Növbəti gün əhvalatı bütün kəndə danışdım. Kəndlilər qəzəbli idilər. Marza çox kədərli idi. O dedi, Sol ağır işlə çalışır və bizə pul göndərir. Ancaq biz o pulu ala bilmirik. Biz nə edək? Mən bilmirəm. Sonra axşam məktəb müəllimi yenə mənim evimə gəldi. Adəm, bəlkə mən sənə kömək edə bildim. Müəllim dedi. Bu cənab Şezə məktubdur. Şez kimdir? Mən dedim. O, Darfurda çox əhəmiyyətli şəxsdir. O, mənim arvadımın əmisi oğlunun dostudur, müəllim dedi. Bu məktubu cənab Şezə yazmışam. Məktub pul qəbzi haqqındadır. Bəlkə o sənə kömək edə bilər. Mən məktubu aldım və məktəb müəlliminə təşəkkür etdim. Yenə də Darfura səfər etdim. Uzun zaman sonra cənab Şezin evini tapdım. Qapını hündürboylu bir kişi açdı. Cənab Şezi görə bilərəm? Soruşdum. Sən kimsən? Hündürboy kişi soruşdu. Məndə cənab Şezə məktub var, deyə cavab verdim. Görürəm, məktubu ala bilərəmmi? Zəhmət olmasa. Kişi əlini çölə çıxardı. Məktub budur, buradadır, dedim və məktubu cibimdən çıxardım. Ancaq mən cənab Şezi görməliyəm. Cənab Şezi çox adam görmək istəyir, hündürboy adam dedi. O çox məşğuldur və o vacib adamdır, vacib şəxsdir. Hal-hazırda cənab Şez burada deyil. Siz məktubunuzu mənə verin və cənab Şez məktubunuzu oxuyacaq. Mən məktubu kişiyə verdim. Sonra gözlədim. Sonra geniş qara avtomobil gəldi və bir nəfər evə daxil oldu. Xeyli vaxtdan sonra hündürboy kişi yenidən qapını açdı. İndi içəri gəl zəhmət olmasa və məni izlə, o dedi. Mən onun ardınca getdim. Biz yaxşı xalça və böyük kürsülər olan geniş otağa daxil olduq. Otaqda bir nəfər də var idi. O içirdi. Bu cənab Şezdir, hündürboy kişi dedi. Mən Adəməm, Mintə kəndindən deyə sözə başladım. Bəli, mən bilirəm, cənab Şez dedi. Məktub üçün sağ olun. Ümid edirəm ki, sizə kömək edə bilərəm. Buyurun, əyləşin. Şez gülümsədi. Paltarları təzə və zərif idi. Təşəkkür edirəm, dedim. Pul qəbzini görə bilərəmmi? Şez soruşdu. Qəbzi cibimdən çıxardım. Artıq pul qəbzi çirkli və köhnə görünürdü. Mən onu cənab Şezə verdim. Bu qəbz 100 poundluqdur, dedim. Oğlum onu xarici ölkədən göndərib. Cənab Şez kağızın qatını açıb ona baxdı. Sən bu qəbzi dəyişə bilməzsən, o dedi. Bu pul qəbzi 100 pound dəyərində deyil. Bu kağızın heç bir dəyəri yoxdur. Dəyəri yoxdur? Dəyərsizdir, soruşdum. Cənab Şez yenidən pul qəbzinə baxdı. Bəli,
dəyərsizdir. Sənin oğlun pul qəbzi haqqında heç nə bilmir. Bu pul qəbzi bizim ölkə üçün keçərli deyil, cənab Şez dedi. Sonra yenə də kağıza baxdı və dedi, həm də bu pul qəbzi çox köhnəlib, vaxtı keçib, mən heç nə demədim. Şez kağızı mənə qaytardı. O gülümsədi və dedi, çox üzr istəyirəm. Sən yaşlı adamsan, kənddən bura uzun yol gəlmişsən. Sənə yemək içməyə bir şey verim. Mən ac deyildim. Ancaq cənab Şez otaqdan çıxdı. Sonra o mənə bir az kofe və kökə gətirdi. Mən kofemi içdim. Qoca, cənab Şez dedi. Mən insanlara kömək etməyi sevirəm. Mən varlı adamam. Pul qəbzini mənə ver. Qəbzi ona verdim. Bəli, bu pul qəbzi dəyərsizdir. O yenidən dedi. Ancaq mən sənə kömək edəcəyəm. Sənin üçün bu pul qəbzini dəyişəcəyəm. Qoy sənə biraz pul verim. Cənab Şez otaqdan çıxdı. Mən yenidən özümü xoşbəxt hiss edirdim. Bir neçə dəqiqə sonra hündürboylu adam otağa daxil oldu. O mənə bir zərf verdi. Bu, cənab Şezdəndir, dedi. İndi gedə bilərsən, hündürboy əlavə etdi. Evdən çıxdım. Uzun yol gəlib, avtobus məntəqəsinə çatdım. Zərfi açdım və pulumu çıxardım. Pulları saydım. Cəmi 10 pound idi. Mən tək oğlum Sol barəsində fikirləşirdim. Oğlum Sol mənə 100 poundluq qəbz göndərmişdi. Cənab Şez isə mənə 10 pound verdi. Özümü yenidən yaşlı və kasıb hiss etdim.